Selamünaleyküm əziz dostlar. Növbəti bir işimizi tamamladıq. Diklərin gözəlliyi, bu zazorlar, diktin arasındakı məsafə, dikləri zinkovqalayıb şurubladım. Əslində məcbur deyirəm hər yoruma cavab verməyi. Sadəcə yorumlara cavab olaraq həm də işimiz görsənir, maariflənmə gedir bu iş haqqında. Bir qardaş yorumlarda yazmışdı ki, qardaşım sən deyir lazeri qoyursan, əlində bir şeylə yoxlayırsan, o əyri ola bilər. Əyə bilərsən əlində. Profili deyir divara qoy yoxla. O qardaşa görə çəkirəm bu videonu. O söz vermişdim ki, qardaş, elə də eləyib çəkəcəm, sənin xətirvədini çəkəcəm. Deməli, lazeri qoymuşam ortaya, yandırmışam. Profilin də üzərində belə bir xətt çəkmişəm. İndi profili xəttini yavaş-yavaş divarla bərabər qoyuram. Dübbələm düz. Düz deyə, divarda əyrilik ola bilər, divar açılıb yığıla bilər. Amma yenə də dübbələm düz. O qardaşa demək istəyirəm ki, sənin xətirvə bunu da eləyirəm. Baxın, sürüşdürəm aşağı, dübbələm düz xəttin üstündə. Yəni, hara istəsəz qoya bilərəm profili, xəttin üzərində. Yəni, video çox vaxt aparır deyənə, çox da hər yerə qoymuram. Çünki bəs qədər yoxlamışıq. Bəs qədər yoxlamışıq. Lazeri söndürmədən aparım o birisi otağa. Bu bir otaqda da tamamlanma işləri gedir. Bax, qoyduq bura. Qoyduq bura. Həmin şeyi. Baxın, dübbələndir. Düz. Düz. İnşallah növbəti videoları çəkib paylaşacağım. İzləmədə qalın.